Salam, hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Məxrəsə bağında 5 mərtəbəli binanın 5-ci mərtəbəsində təmirli, bax belə bir konkret 3 otaqlı mənzil satılır. Qiyməti 78.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Hal-hazırda zalını görürsünüz. Zalı həqiqətən böyükdür. Yəni hardasa uzunluğu 7, enisə 3 metr yarımdan çoxdur. Bildiyiniz kimi bu mənzillərdə sənəd çıxarışı olur. Yəni asan xidmətdə alqı-satqıya gedən sənəddir. Bəzi yerlərin nəzərə alınmır. Ümumi kvadrat metri deməli 66 kvadrat metrdir. Hal-hazırda qapıdan giriş hissəsini görürsünüz. Sol tərəfdə bax görmək mümkündür. Belə bir qladovkadır. Eyni zamanda qapısı dəmirdir. Ancaq qapıdan çıxdıqda sağ tərəfdə təxminən 2-nin 1,5 bax belə bir ölçüdə çox səliqəli bir deməli qladovkası var. İndi isə mən sizə mətbəxini göstərirəm. Mətbəxi həqiqətən böyükdür. Mətbəx mebeli evdə qalacaq. Bu binanın tikildiyi ilə görə deməli bina mənzil ipotekaya yararlıdır. Qarşıda ölçüsünə görə ən kiçik otaqdır. Bax bura deməli ölçüsünə görə ən kiçik otaqdır. Bax bu cürdür. Çox yaxınlıqda Kəpəz televideniyası, Şəms və Bəyaz Şadlıq sarayları yerləşir. Burası isə qladovkadır, yəni evin 3-cü qladovkadır, ikinci. Burası isə hamamıdır. Bax çox maraqlı bir deməli proyekti var bu mənzilin. Hamamı həqiqətən böyükdür. Bax yenidən mən sizə hamamını göstərirəm. Hətta arxada da yeri var. Bax bu cür böyükdür. Bildiyiniz kimi Məxrəsə bağında 16 və 22 nömrəli orta məktəblər yerləşir. Bundan başqa deməli bax burası bax bu zonadır. Bundan başqa çox yaxınlıqdan deməli 17 nömrəli marşrut bax bu zonaya yaxın keçir. Yəni 16 nömrəli orta məktəbin aşağı tərəfi demək mümkündür. Yəni bu söz o qədər də uyğun deyil, ancaq bir balaca mümkündür. Dediyim kimi Şəms və Bəyaz Şadlıq saraylarına çox yaxın bir ərazidir. Bax burası ölçüsünə görə orta otaqdır. Dediyim qiyməti 78.000 manatdır. Ancaq onu da deyim ki, qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.